Allah niyə çarəsiz bir quluna yardım etmir? Yardım etmir. Etmir, yox. Çarəsiz quluna. Həqiqətən bax, mən həqiqətən ehtiyacım var. Bax, banka gedib girəcəm, günaha girəcəm. Allahın dünyada ən sevdiyi qulu kim olub? Deyək ki. Həzrət Peyğəmbər deyirsiniz də, Həzrət Muhammed Aleyhisselam. Bəli. Muhammed Aleyhisselamın çəkdiyi sıxıntılar bir fikirləş. İnsan atası böyüyüb, atasını görməyib. Bəli. Anası 6 yaşında vəfat edib. Sonra babası yanında böyüyüb, babası da ölüb. Öz qəbiləsi tərəfindən etirazlara məruz qalıb. Bəli. Öz doğma insanları, öz əmisi tərəfindən necə təhqirlərə məruz qalıb. Daşlanıb. Getdiyi yerdə daşlanıbdı. Bəli. 7 dənə övladı olubdu. Onun 6-sı özündən əvvəl öz gözünün qarşısında vəfat edibdi. Adam bu qədər sıxıntılar çəkibdi və bu adam əslən sənin aldığın ləzzət bu dəqiqə, maddi olaraq aldığın ləzzət o adamın aldığı ləzzətin çox böyükdür. Maddi olaraq ha. İndi fikirləş ki, sən deyirsən ki, Allah niyə zarda olan quluna yardım eləmir? Allah deyir ki, bu dünyada mən sizə zövqü, ləzzəti məhdud verəcəm. Qısa verəcəm. Çünki bu dünyada əsas məqsədi bu deyil. Çünki bu dünyada versəm Allah bilir ki, qullar bu dünyada o ləzzətin içinə qapılıb, zaten bu dünyada cüzi bir ləzzət verməsinə baxmayaraq yeni insanlar o ləzzətin içinə qapılıb, ləzzət verənin fərqinə varmırlar. Bax indi Allah ən çox sevdiyi quluna bu dünyada cüzi bir ləzzət veribsə, yəni bizim onun danışmağa haqqımız varmı ki, biz Allahdan ən sevdiyin qulunun haqq tələb etmədiyi təqdirdə biz ondan haqq tələb edək? Yox. Bir də fikirləş ki, Allah bizə sağlam bir həyat veribsə, bu artıq xoşbəxtliyin əsas səbəblərindən biridir. Dadacağımız nə qədər nemətlər veribdir, nə qədər orqanlar verib ki, hamısı qüsursuz şəkildə işləyir. Biz bütün bu şeylərə baxmayaraq, nankörcəsinə, axmaqcasına bir iki dənə şey qapılırıq ki, niyə mənim 5 dənə evim yoxdur, niyə mənim villam yoxdur, niyə mənim bahalı maşınım yoxdur? Ayıb olsun deyərəm həqiqətən.